Salam dostlar, Azərbaycanda deyilən musiqi zövqü korlanıb, Azərbaycanda populyar olan mahnılara baxın, Dambulu, Dumbulu, nə bilim, Məmişxan, nə bilim, Mamama demə, ondan sonra Hav Hav Mav Vav, gic-gic şeylər, it kimi hürməklər. Yəni bu mahnılar əvvəllər ümumiyyətlə heç baxılmazdı bu mahnılara. İndi isə artıq trendə düşüb, gic-gic mahnılar gündəmdədir, sarsaq-sarsaq mahnılar bu günləri efirlərdədir. Və bu günləri hav-hav deyə gəlib Azərbaycanda konsert verəcək. Necə ki Məmişxan çıxdı, ulduz oldu. Məmişxan kimi ümumiyyətlə həvəskarlar da oldu Azərbaycanda. Yəni gətirib onu populyar elədilər. Daha sonra yəni indi hav-hav deyə gəlib Azərbaycanda konsert verəcək. Ümumiyyətlə türk müğənnilər Azərbaycana doluşublar. Rafet Roman elə ilin 12 ayı hər ay gəlir Azərbaycanda konsert verir. Digərləri olsun. Yəni ümumiyyətlə Azərbaycanın müğənniləri bu günləri mən üstün tuturam Türkiyə müğənnilərindən, inciməsinlər məndən. Çünki Azərbaycan müğənnilərinin, Azərbaycan musiqi savadı olan müğənnilərin konsertlərinə getmirik və gedib hansısa düşük bir müğənni gəlir, hansısa bir səviyyəcə aşağı müğənni gəlir, gedirik onun konsertinə. Bilirsiniz necədir? Biz həmişə digərlərinə üstünlük vermişik. Biz həmişə yəni digərlərini öz musiqilərdən daha üstün saymışıq. Yəni öz musiqilərə baxanda deyirik ki, filan kəsdir də, amma həmin o filan kəs digərlərindən yəni üstün idi. Necə ki Elnur getdi çıxdı O Səs Türkiyəyə, halbuki Elnur səsinə görə də, gücünə görə də O Səs Türkiyənin müsiflərindən hamısından güclü idi. Və bu günlərdə Azərbaycanda o qədər gözəl istedadlı insanlar var, istedadlı müğənnilər var ki, inanın ki, onları şərait yaratsalar, konsert versələr, o Türkiyənin bəzi o dırnaqarası o müğənniciklərini gətirib burada milyonlar xərcləyirlər. Onlardan 1000 dəfə yaxşı olar. Vallahi özümüzə dəyər verək, türkdür, nə bilim, rusdur, digəridir, bunların konsertlərinə getmək olar, amma özümüzə dəyər verək, öz mahnılarımıza dəyər verək, öz musiqi zövqümüzü saxlayaq. Bütün dünya Azərbaycan musiqisindən danışır, bütün dünya Azərbaycanın musiqi dünyasından danışır, gözəl mahnılarımızdan danışırlar, elələri var, oğurlayırlar mahnıları. Amma Azərbaycanlılar yapışıb bu türk müğənnilərindən ucuzuna gedir. Musiqinin ritmi bilinmir, musiqinin ümumiyyətlə sözləri eyni, ritm eyni. Valla baxırsan ki, Türkiyədə belə maraqlı bir mahnılar yaranmır axır son zamanlar. Amma yenə də biz yapışmışıq türk müğənnilərindən, yenə də türk müğənniləri daşıyıb ciblərini doldururuq. Bilmirəm bu sevgi türk müğənnilərinə bizlərdə hardandır.